İmam Baqir əleyhissalamdan Cabir nəql edir, Cabir ibn Abdullah Ənsari ki, həmin bayram gününün digər bir mahiyyəti barəsində ki, bayram gün mükafat günüdür, mükafatlandırma günüdür. Ki, İmam Baqir əleyhissalamda Peyğəmbər salawatullahdan nəql edir ki, Peyğəmbər buyurdu, Şəvval ayının birinci günü, yəni Ramazan bayramı günü. Bir carçı gələr, car çəkər, söyləyər ki, ey möminlər, sübh sabı mükafatlarınızın ardıycan gedin, dalıncan düşün. Sonra İmam əleyhissalam buyurdu ki, ey Cabir, Allahın mükafatı şahların maddi mükafatı kimi deyil. Yəni, çox dəyərli və çox vəsf olunmaz bir mükafatdır. Sonra Həzrət buyurdu ki, həmin gün mükafat günüdür, insanların, möminlərin mükafat alan günüdür. İmam Sadiq əleyhissalamdan nəql olunan hədisdə Həzrət buyurur ki, İzə kənə səbihətu yevmil fitri, fitr bayramının, o ki, sübhə açıldı, sübh çağı bir nəfər car çəkər, sübh tezdən mükafatlarının ardıycan gedin deyə car çəkər. Bəs deyə görürsən, bu mükafat ki, vəd verilir, mükafatların alındığı gündür. O mükafat nədir görəsən? İnsan hansı mükafat əldə edir? İnsan deyir, o mükafat əldə edir ki, mükafatlar barəsində fərqli fikirlər var. Əvvəla, Allah Teala buyurur ki, orucu mənim bəndəm mənim üçün tutur, onun da savabım, mükafatım mən verəcəyəm. Burada artıq həmin o mükafat gizli saxlanmanla sanki onun çox dəyərli bir şey olduğu bizə xatırladılır. Amma müxtəlif rəvayətlərdə müxtəlif işlər göstərir. Məsələn, Əli əleyhissalam buyurur ki, bilin ki, bu yarışın, yəni Ramazan ayı yarışının mükafatı cənnətdir. Yəni Allah Teala Ramazan müqabilində insanı cənnətimlə mükafatlandırır. Və məğlub olanların sonu isə cəhənnəm olacaq. İkinci mükafat. İmam Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, həqiqətən Allah cənnəti yaratdıqda deyir, yaqutdan və qırmızı yaqutla bəzədi. Cənnəti qırmızı yaqutla bəzəyib və qızılla bir-birinə birləşdirib. Onun deyir, pərdələri sunduz və qalın ipəkdəndir, yəni çox dəyərlidir, çox əzəmətlidir. Zümrüddən ağacları var ki, meyvələri çox gözəldir. Həzrət sonra buyurur ki, Allah onu, həmin o cənnətin bu şəkli, bu ümmət üçün fitr bayram günündə yaradıb. Yəni, fitr bayramının bir mənası da bu, fitr bayramındakı mükafata bir mənası da həmin cənnətdir. Amma digər bir mənası da bağışlanmadır. Ki, mübarək Ramazan ayında insanların elə 11 ay ərzində o qədər yol verdiyi günahların bir ay ərzində Allah